Bu xəstəlikdən qurtulsam, yenə səhnəyə çıxacağam. Bugün xalq artisti Fatma Mahmudovanın doğum günüdür. Aktrisa 71 yaşını qeyd edir. Milli Az xəbər verir ki, sənətkar doğum günündə Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən təbrik edilib. O, diqqət və dəyərin çox xoş olduğunu bildirib. Fatma Mahmudova səhhəti ilə bağlı danışaraq müalicələrə yenidən başlayacağını deyib. Rahat yeridiyini, səhnəyə artıq bir dəfə çıxdığını və yenidən çıxacağını vurğulayıb. Yanvarın 23-də tamaşada oynayacağını açıqlayıb. Aktrisa övladlarının ona böyük dəstək olduğunu, uzun müddətdir qulluğunda durduqlarını deyib. Yaşın onu qorxutmadığını, əsas olanın sağlamlıq olduğunu qeyd edib. Maddi baxımdan prezident təqaüdü və teatr maaşı ilə vəziyyətini çatdırdığını bildirib. Qeyd edək ki, Fatma Mahmudova yanvarın 29-da yenidən insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmiş və uzun müddətdir müalicə alır.